Salam, hər vaxtınız xeyir. Mən Həqiqət müəllimə. Bugün sizlərə nuklein turşuları haqqında bir neçə nüansı qeyd edəcəm. Nuklein turşularının iki növünü keçirik. DNT və RNT olmaqla. Buradakı NT hissəcikləri başlığın adının qısaltmasıdır. Yəni nuklein turşu deməkdir. DNT dediyimiz zaman dezoksiribonuklein turşusu açılışı belədir. RNT dediyimiz zaman isə ribonuklein turşusu başa düşülür. Bunların bir-birindən fərqi odur ki, əvvəla DNT 2 zəncirlidir, RNT 1 zəncirlidir. Daha sonra DNT-nin karbohidratı dezoksiribozadır. RNT-nin karbohidratı isə ribozadır. DNT-nin azotlu əsasları adenin, timin, guanin, sitozindir. RNT-nin azotlu əsasları isə adenin, timin yoxdur, əvəzində urasil və yenə guanin, sitozindir. Hər ikisi polimer birləşmələrdir. Polimer deyiriksə, o zaman bunların monomerləri də olmalıdır. Nuklein turşularının monomerləri, yəni nuklein turşular parçalandıqda nukleotidlər əmələ gətirir. Nukleotid sadə birləşmələrdir, yəni monomer maddələrdir və bir nukleotidi təsvir edərkən biz onun 3 əsas hissəsini qeyd etməliyik. Sxematik olaraq bu cür göstərsək, nukleotidin birinci hissəsi azotlu əsas, İkinci hissəsi onun pentozası, yəni şəkəri. Üçüncü hissəsi isə ortofosfat turşusu qalığı olacaq. Fikir verirsinizsə bunlar birin birə nisbətində olacaq. Yəni hər birindən bir ədəd olacaq ki, biz bunu nukleotidin quruluşunu təsvir etmişik burada. Pentoza, iki pentozadan biri olmalıdır. Ya riboza olacaq burada, ya da dezoksiriboza olacaq. Dezoksiriboza. Dezoksiriboza, ribozadan bir oksigen əksikdir. Quruluşunda ona görə belə adlandırılır. Əgər ki, bu nukleotid DNT-nin nukleotididirsə, o zaman tərkibində dezoksiriboza pentozası olacaq bu yerdə. Amma əgər RNT-nin nukleotididirsə, o zaman da bu yerdə riboza pentozası olacaq. Bu ikisindən biri mütləq şəkildə olacaq. Fosfat qalığı dəyişməzdir. Həm DNT-də, həm RNT-də eyni quruluşda, eyni yerdə yerləşəcək. Azot əsası dediyimiz isə, əgər bu ribozanın nukleotididirsə, burada ya adenin, ya urasil, ya guanin, ya da sitozin olmalıdır. Yox, DNT-nindirsə, o zaman da burada ya adenin, ya timin, ya guanin, ya da sitozin olmalıdır. Qısacası, azotlu əsas nukleotidin kiçik bir hissəsidir. Yəni azotlu əsas nukleotidin tərkibinə daxildir. Ondan daha kiçik ölçüyə və quruluşa malikdir. Nukleotidlərin quruluşunu müqayisə edərkən DNT və RNT-də onları fərqləndirə bilərsiniz. Amma azotlu əsasları DNT və RNT-də fərqləndirə bilməzsiniz. Yəni adenin azotlu əsası DNT-də də RNT-də də eyni quruluşda olacaq. Həmçinin guanin azotlu əsası da, həmçinin sitozin azotlu əsası da. Timin azotlu əsası isə ancaq DNT-yə məxsusdur. Urasil azotlu əsası isə ancaq RNT-yə məxsusdur. Bu prinsiplə biz buradan nəticəyə gəlirik ki, orqanizmimizdə cəmi 5 növ azotlu əsas mövcuddur. Cəmi 5 növ azotlu əsas. Amma neçə nukleotid mövcuddur desəm, neçə növ nukleotid mövcuddur? Gəlin baxaq. Əvvəla belə bir sxem təsvir edək. Bu 1, bu 2 və 3 pentozalarını təsvir edəcəm. Bu da 4-cü bizim nukleotid sxemimiz. Burada qeyd etsək adenini, burada qeyd etsək dezoksiribozanı, burada da qeyd etsək deməli fosfat qalığını. Dedik ki, fosfat dəyişmir, ona görə bunların hamısına bir mənalı olaraq fosfat yazacağım. Əgər ki, bu dezoksiribozadırsa, mən bura dezoksiribozaları yazacağım. DNT-nin nəzərimizə tuturam nukleotidlərini və mən bura yazacağım adenin, guanin, sitozin və timin. Bu 4 nukleotid DNT-nin fərqli tip, fərqli növdə olan 4 nukleotididir. İndi əgər ki, RNT üçün bu sxemi qurursansa, o zaman bu şəkildə yenə eyni sxemləri qurmalıyıq. Birinci, ikinci, üçüncü, bu da 4-cü bizim nukleotidimiz olsun. Eyni qaydada mən yenə bura fosfat qalıqlarını yazmalıyam. Çünki dedik ki, fosfat dəyişmir. Həmişə eyni yerdə olur. İstəyir DNT-də, istəyir RNT-də. Əgər bu RNT-yə məxsusdursa, burada da ribozalar olacaq. Karbohidratları ribozadır deyək ki. Və azotlu əsası da adenin ola bilər. Yenə guanin ola bilər. Yenə sitozin ola bilər və urasil ola bilər. Bu 4 növ nukleotid isə RNT-nin nukleotidləridir. İlk 4 növ nukleotiddə, məsələn, burada adeninli gördük nukleotid. Amma dezoksiribozası fərqləndirir onu RNT-nin adeninli nukleotidindən. Çünki burada
pentoza yerində riboza dayanır. Yəni azotlu əsas olaraq ikisi də eyni növdür. Adenin azotlu əsası bir növ azotlu əsas görürük. Amma bu azotlu əsas iki fərqli növ nukleotidin formalaşmasına gətirib çıxarır. Həm DNT-nin nukleotidini, həm RNT-nin nukleotidini. Eyni ilə guanin və sitozində də eyni şeyləri biz görə bilərik burada. Onlar da eyni azotlu əsas olsalar da dezoksiriboza və ribozanın iştirakı ilə fərqli tipdə nukleotidlər formalaşdırırlar. Amma timin yalnız dezoksiriboza ilə birləşmə yaradaraq DNT-yə məxsus, urasil isə yalnız riboza ilə birləşmə yaradaraq RNT-yə məxsus nukleotid hazırladığına görə onlar yalnızca bir nuklein turşunun tərkibinə, bir tipdə nuklein turşunun tərkibinə daxil olurlar. Deməli, DNT-də 4 növ nukleotid, RNT-də isə yenə də 4 növ nukleotid biz gördük. 4 növ nukleotid gördük. Cəmi orqanizmdə 8 növ nukleotid görmüş olduq. Demək 5 ədəd azotlu əsas, 8 növ isə 5 növ azotlu əsas, 8 növ isə biz nukleotid müşahidə etmiş oluruq. Orqanizmdən söhbət gedir. Deyəcəklərim bu qədər.